السلام عليك يا أبا عبد الله. السلام عليك يا ابن رسول الله. Sene zadarlarına salavat ve yollar ruhlar hakkında salavat-ı şerif. Dünyanın her bir noktasında İmam Hüseyin ağamızın adına meclisler teşkil olunur, yüksek seviyede dereceyi kabul etmesi ve İmam Hüseyin ağamızdan evvez almamızdan ötürü salavat-ı şerif. Allahümme salli ala Muhammed. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ألف لام را كتاب أنزلناه إليك لتخرج الناس من الظلمات إلى النور لتخرج الناس من الظلمات إلى النور بإذن ربهم إلى صراط العزيز الحميد. الله الذي له ما في السماوات وما في الأرض وويل للكافرين من عذاب شديد. الذين يستحبون الحياة الدنيا على الآخرة ويصدون عن سبيل الله ويبغونها أولئك في ضلال بعيد. وما أرسلنا من رسول إلا بلسان قومه ليبين لهم فيضل الله من يشاء ويهدي من يشاء وهو العزيز الحكيم. وما أرسلنا من رسول إلا بلسان قومه قومه
الرحيم صدق الله العلي العظيم اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار أعوذ بالله من نفسي ومن الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وصلى الله على نبينا وآله الطاهرين ولعنة الله على أعدائهم ومنكري فضائلهم وغاصبي حقوقهم أجمعين من الآن إلى لقاء يوم الدين آمين رب العالمين اللهم وفقنا لما تحب وترضى وجنبنا عما يسخطك يا كريم السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين وعلى زوار الحسين وعلى عشاق الحسين ورحمة الله وبركاته Hazreti Ebu Abdullah Hüseyin aleyhissalatu vesselamın əzasında iştirak edildiği bu məclislər ilahi məclislərdir. Allah Teala bu məclislər hörmətin hacətlərimizi rəva eləsin, çətinliklərimizi aradan qaldırsın və Allah Teala bizi və bizdən sonraki nəsli İmam Hüseyin aşiqlərindən qərar versin. Bu niyyətə salavat hədiyyə edin. Allahümmə salli ala Muhammed və ali Muhammed. Başda Kərbəla şəhidlərə sırlar olmaqla vətən şəhidlərimizin ruhlarını yad edib salavat zikr edin. Allahümmə salli ala Muhammed və ali Muhammed. İbrahim suresinin ilk ayələrini tilavət elədik, 4 ayəsini tilavət elədik. Allah-u Müteal ikinci ayəsinin sonunda bəndələrinə bu cür xitab edir ki, kimlər ki Allaha qarşı çıxırlar, kafir olurlar, onlar çox şiddətli əzab gözləyir. Veyl həmin bizim xalqın dilinə düşən vay olsun sözü deməkdir. Veyl. Veyl harda gəlirsə, yəni Allahın əzab müjdəsi var. Orada əzab var, onu Allah Teala cəzalandıracaq. Misal üçün, oxuyursan Qur'an-ı Kərimdə, məsələn, Vaylul lil mutaffifin. Ticarət zamanı müştərilərlə yalanlar söyləyib, tərəzidə, çəkidə aldadanlara vay olsun. Vaylul lil mukezzibin. Allahın ayələrini, Allahın sözünü təkzib edənlər, inkar edənlər, qəbul etməyənlərə vay olsun. Qur'an-ı Kərimdə gəlir misal üçün. Sonra bir dənə də namaz qılanlar üçün Allah Teala deyir. Vaylul lil musallin. Namaz qılanlara vay olsun. Əgər ayəni oxumasan, belə çıxar ki, hamımız gedirik cəhənnəmə. Artı əgər olmasa, namaz qılanlar hamısı geri cəhənnəmli olar. Allah Teala buyurur ki, Əl-ləzīnəhum an salatihim sahun. Vay olsun o namaz qılanlara ki, namazlarında səhlənkarlıq edirlər. Əl-ləzīnəhum yuraun. Onların ikinci xüsusiyyəti, o namaz qılanların ikinci xüsusiyyəti odur ki, onlar əməllərini Allahdan başqası üçün edirlər. Riyakarlıq onları bürüyüb.
riya rənginə bürünürlər. Müxtəlif rənglər var onlarda, amma Allah görsənmir. وَيَمْنَعُونَ الْمَاعُونَ Yaxşı insanlar, yaxşı işlər görmək istəyəndə də onların qabağını kəsirlər. Sədəqə vermək istəyəndə min cür bəhanələrlə onu bu işdən əllərini soyudurlar. Onlar xeyr əməllərdən saxlayırlar. Bu şəxslər Quran-ı Kərimdə vəyl deyə onlara təhdid gəlib. Yəni Allah qorxudur ki, kim bu işləri görsə onları sonu əzabdır. Allah Teala burada da deyir وَوَيْلٌ لِلْكَافِرِينَ مِنْ عَذَابٍ شَدِيدٍ Kafirlərə vay olsun, onları qarşıda çox şiddətli əzab gözləyir. Sonra indi yaxşı, Allah dedi kafirlərə əzab gözləyir. Kimdir bu kafirlər? Kafirlər necə tanıyaq? Kafirlərin xüsusiyyəti nədir? Buyurur, اَلَّذ۪ينَ يَسْتَحِبُّونَ الْحَيَاةَ الدُّنْيَا عَلَى الْآخِرَةِ Kafirlər o şəxslərdir ki, dünya həyatını ahirətə tərcih edirlər. Onlar üçün əsas qayə, hədəf dünya həyatıdır. Dünya ləzzətlərini ahirətdən daha dəyərli bilirlər. Yəni, ahirət onlar üçün maraqlı deyil. Onlar dünyanı tuturlar. وَيَسُدُّونَ عَنْ سَبِيلِ اللّٰهِ Hələ bunu ilə qutarmır. Və Allah yolunu da qarşısını kəsirlər. وَيَبْغُونَهَا عِوَجًا Və açıq-aşkar xalqın içərisində zülm etməklə, tüğyan etməklə məşğuldular. اُولَٰئِكَ فِي ضَلَالٍ بَعِيدٍ Onlar çox, yəni, dalal, yəni azğınlıq, çox böyük azğınlıqdadırlar. Quran-ı Kərimdə dalalin bəid var, bir dalalin mubin var. Açıq-aşkar zəlalətdə mənası verir. Bəid də çox dərin və çox uzaq olan bir zəlalətə deyirlər. Yəni, ondan qayıtmaq demək olar mümkün olmur. Ona görə Allah Teala dalalin bəid. Çox uzun bir zəlalətdir. İnsan var ki, zəlalətin nadanlığı yaxındadır. Yəni, çox dərinə girməyib, çox günahın içərisində deyil. Onun qayıtması mümkündür, düzəlməsi də mümkündür. Amma bir dəstə insanlar var ki, onların düzəlməsi çox çətindir. Qeyri-mümkün dərəcədə gəlib çıxır. İmam da gəlir, onları düz yol göstərir. Lap desə Allah Teala'nı, nə uzubillah, Allah gözə görsənməz. Allah birdən əyanı surətdə də onlarla danışsaydı, Allahı görsəydilər, yenə də onlar Allaha əyilməyəcəkdilər. Allah onların misallarını Quran-ı Kərimdə çəkir. Ən çox da misal gətirdiyi Bəni İsrail'dir. Məsələn, birini deyim, Allah əmr eləmişdi ki, Musa öz ümmətindən, şəhərin adı yadımda deyildi, o şəhərdə mənimlə mübarizə aparan düşmənlər var, azğınlar var, onlarla get döyüş, mən vədə verirəm ki, sən qalib olacaqsın orada. Bəni İsrail dedi ki, sən get Rəbbinlə bir yerdə orada döyüş. Biz burada oturmuşuq. Qələbə çalanda xəbər eləyərsən, gələrik. Quran ayəsinin xülasəsini deyirəm. Get Allahınla döyüş orada. Allahımızdan yox. Gör nə qədər onlar deməli, nankör bir tayfadılar. Get Allahınla döyüş. Nə hahuna qaidun. Biz burada oturmuşuq, gözləyirik. Xəbər eləyərsən, gələrik. Rahatlıqla şəhərə girməyə nə var? Hər şey qaydasındadır, qələbə çalmışsan, deyirsən ki, uğursuzlar gəlsin. Bunlar belə idilər. Allah-u Teala bunları çox məzəmmət edib. Allah Teala onları başına çox bəlalar gətirib onların. Yəni, azınlıqların nəticəsində əzablarını göndər. Amma görəsən düzəldilərmi?
ayıldılarmı, səhvlərini başa düşdülər. Çox azın çıxma şərtini kəndə olar. İndi də zəlalətin içərisindədirlər, nadanlığın içərisindədirlər. Allah-u Teala görün birinci nə dedi burada? Yəstəhibbunəl həyətəd-dünya aləl-axirə. Kafir olanların ən birinci xüsusiyyətini sadaladı, başqalarına hələ keçmədi. Birinci başladı ondan ki, dünya həyatını axirətdən dəyərli bilirlər. Onlar üçün dünya, maddi aləm, yəni maddi ilə bağlı, maddi rifahla bağlı, maddi təminatla bağlı hər şeyin gözəlinin axtarışındadılar və onları axirət maraqlandırmır. Onlar gördüklərinə inanırlar. İnsan Allah'ın qanunlarına təslim olmayanda, ahirətini dünyadan üstün tutmayanda, dünyaya birinci önəm verdikdə, insan o qədər rəzil olur ki, insan o qədər enir aşağı ki, hətta lazım gələndə alçaq və ləyaqətsiz insanın əlindən də öpməyə hazır olur. Gəlir, əyilir, əlindən öpür. Hətta ona mənim padişahım deyir, hətta mənim əzizim deyir, hətta deyir ki, mənim ömrümdən Allah kəssin, sənə versin. Allah dostlarının yolunda canı qurban eləmək həyfdir. Amma bir adam ki, özü Allah düşmənidir. Gələsən Allah düşməninin əlindən öpəsən, ləyaqətsiz insanlara mütüy olasan, bu insanlar niyə belə işləri üstünlüyü verirlər? Çünki, əleyhissalam və rəhmətullah. Çünki onlar üçün dünya həyatı, dünya maraqları, dünya mənfəətləri hər şeydən önəmlidir. Misal üçün, filan kəsin yanında hörmətim olsun. Filan kəs mənə ağız açanda heç vaxt yox deməsin. Filan kəsə deyəndə ki, ya, mənə pul lazımdır, düşünmədən çıxarsın, versin. Mən yox cavabı eşitməyim deyənə, bütün yolları əl atır ki, onun ürəyini alsın. Çünki işi, gücü, dünya ləzzəti. Götür, durur, deyir ki, genə də olsun, artsın, artsın, hər şeyin yaxşısı mənim olsun, hər şeyin dadlısı mənim olsun. Dost da deyir filan ki, can da deyəndə öz məqsədini güdür. Sənə qurban olaram deyir, demlə hər kəsə deyir, aid deyir. Amma adamlar varkən deyir, sənə qurban olaram, sənə boşqa dönürəm. Sən mənim hər şey, sən mənim ürəyimsən. Bu sözləri deməkdən məqsədi səni özünə ram eləməkdir və lazım olanda səndən istifadə eləməkdir, öz maraqları üçün. Təəssüf ki, belə insanlar indiyi zamanda çox görürük. Çünki onları ahirət maraqlandırmır. Deyir, ahirəti görməmişəm ki, ahirətdən söhbət gedir də Quran-ı Kərimdə. Qurban olun Qurana, bəs edir. Lazımdır, qurban olmağın sözü demək də lazımdır. Quranın sözünə təsdiq elə, Quranın sözünə baş əy, nəticəni də görəcəksən. Hər şeyi görmək əgər məgər olsa, Allah'ı görmürsən, gələ deyəsən Allah yoxdur. Nə qımsın? Gələ deyəsən Allah yoxdur, Allah'ı görmürsən. Çox şey var, görmürsən, heç əlin də onu hiss eləmir. Maddə aləmdən say, maddə deyil. Onların həqiqəti var yeryüzündə. Dalğalar deyilən bir şey var, ultrabenefşe şüalar var. Bunun kimi çoxlu şeylər misal çəkmək olar. Heç ağıl, sənə Allah'ın verdiyi ağılı görə bilirsən yox. Yoxdursa, görə bilmirsən deyir ki, sənin ağlın yoxdur. İnsan təəssüf olsun ki, belə sadə bir şeylərin deməli, təfəkkürü ilə Allah'ı tanımaq əvəzinə ancaq maddi aləmin axtarışındadır. Gözü ilə gördüyünə Allah deyir. Diyeceğiz Hazır ne desin? İnsan gözünü gördüğünü Allah deyir, bəli. İnsan üçün nəfsinin sözünü dinləsə, hər şey onun üçün Allah'a çevrilir. Çünki onu razı salmağından ötürü hərəkət edir. İnsan nəfsini özünə Allah edə bilir. Quran-ı Kərimin ayəsi bu. Firavun edən neydi? Onun daxilində olan nəfs. Nəfsə qul oldu insan, nəfs olur onun Allah'ı. Ürəyindən keçəni istəyir eləsin.
Nəinki Allahın dediyini. Deyir, ürəyim nə istəsə gəlir onu eləyim. Yezid ürəyindən keçəni elədi. Allahın ayələrini, əmrlərini ayağı altına qoydu. Şemr həmçinin, digərləri. Onlar dünya həyatını ahirətə tərcih etdilər. Dünya həyatını ahirətlə əvəz elədilər. İndi bu günlərdə olan məlundular. Və kimlər ki onlara oxşayır, onlar da məlundular. Və həmişə lənətlənəcəklər. Kimlər ki onların atdığı addımların ardıyla gedirlər, hərçənd Yezidi lənət də oxusalar, lənət qadır özlərinə. Bir adam əgər Yezidə lənət oxuyursa, amma həyatını Yezid kimi yaşayırsa, Allahın da ona lənət olsun. Sənin, mənim Yezidə lənət oxumağı mümkün özümə qaydar. Çox vacib məsələdir ya. İnsan deyə Allah Yezidə lənət olsun, bir ömrü amma Yezid kimi yaşayır həyatını. Sonra qiyamət günü olanda İmam Hüseynlə necə gələ bilər? Bu İmam Hüseyn kimi yaşamır baxı. Bu Yezidin dedikləri kimi yaşayır. Yezidin həyat tərzini öz həyatında tətbiq edir. İndi 100 dəfə desin Yezidə lənət. Nə faydası olacaq? Birisi nə qədər adam Yezidə lənət oxuyub. Bəni Üməyyənin özü, Kərbəla müsibbətindən sonra Mərvan lənət oxuyub Yezidə, filan kəs lənət oxuyub Yezidə. Əbbasilər özləri lənət oxuyublar Yezidə. Tarixdən bir-iki dənə misal çəkib. Mə'mun otururdu İmam Hüseyn əzadarlığında, Mə'mun. 8-ci imama zəhr verən şəxsiyyətdir. Bəni Əbbasın ən alim şəxsi idi. Məhərrəmlikdə İmam Hüseyn əzasında iştirak edirdi. O qədər ağırdı, saçı, saqqalı, belə desəklər, saqqalı göz yaşı ilə islanırdı. O da lənət oxuyurdu. Amma o lənətin bir tərəfi elə onun özünə qayıdır. Çünki ömrünü Yezid xislətli yaşadı. Çox vacib məsələdir. Kimə lənət oxuyursansa, diqqətli ol. Əgər ömrü onun kimi yaşasan, o lənət sənin özünə də qayıdacaq. Bir hədisimiz var, lənət eləmək barəsində. Deyir, əgər bir mömin, bir müsəlman, başqa bir müsəlman lənət eləsə, lənət göyə qalxar. Əgər həmin şəxs o lənətə layiqdirsə, lənət gedib onu tutar. Yox deyir, əgər layiqi deyilsə, misal üçün, bir dənə kimisə sözün təsir altına düşmüsən, kiməsə lənət söyləmişsən, amma həqiqətən də o adam heç o işlər görməyib, böhtandır yaxında onun barəsində çıxardırlar, lənət deyir, sənin özünə qaydar. O qədər ciddi bir məsələdir. İndi, əgər doğrudan da Allah düşməndə lənət oxuyursansə, gərək həyatını Allah düşməni kimi başa vurmayasan, Allah dostu kimi ömür sürəsən, Allah dostuna öz həyatını oxşatmalısan. Çünki kafirlərin əsas qayəsi, hədəfi dünya həyatını təmin eləməkdir. İndi sən namaz qılan, Allah demir, bahalı maşında olmasın. Allah demir, gözəl şəraitin olmasın. Bunları Allah sənin üçün yaradır da. Halaldan olsa nə gözəl. Bu bir. İkinci, Allah Teala buyurur ki, bunlar olsun mu ki sənin üçün? Mən sən sənin üçün yaratmışam. Bunların heç birine də ehtiyacım yoxdur. Hələ əvvəlcədən deyərdim ki, imkanlı olma haramdır. Biz belə şey dinimizdə, şəriətimizdə hökm də yoxdur. Əgər var dövlətdə olmaq günah əməl sayılırsa, Həzrət Süleyman gərək eləməydi bu duanı. Ki, Quran-ı Kərimdə var. Heç kəsə vermədiyin sərvəti mənə ver. Amma dünyanın rahatlığı səni ahirətdən uzaqlaşdıracaqsa, bu olacaq sənin üçün bəla, müsibət, dərd. Bahalı ev tikmisən, amma bahalı evində, bahalı yəni, gözəl, göyçək, bağın, villan, hər şeyin var. Amma bir dəfə də olsun, o evi Allah üçün qonaqlığı açmamısan. Qəşəng şəraitin var, bir dəfə də olsun, o evi Hüseyniyyə eləmədin. İmam Hüseyn məclisi üçün açmadın. Bir dəfə də olsun, o evində Quran oxutdurmadın. Bir dəfə də olsun,
Sənin Allah Taala'nın sənə verdiyi bu sərvətin müqabilində şükr eləmədin, onu verdiklərindən paylamadın, başqalarına sevindirmədin. Deməli, bu meyardır ki, sənin dünya həyatı üçün çalışırsın da. Yatmağın, durmağın, təfəkkürün, nəfəs almağın ancaq odur ki, pul. Bu olsun. Biraz keçir diyor, bu məsələmir, o bir söz. Məclislər olur ki, oturursan, görürsən ki, orada oturanlar ancaq dünya ləzzətlərindən danışırlar. Ona görə hədislərdə deyirlər ki, belə adamlarla oturdurmayın. Qəlbiniz daşlaşacaq. Ahirətə unudacaqsınız, o cəsi maddə. Maddə aləmin xüsusiyyəti, bəzi şeylər var yumuşaqdır, bəziləri sərtdir. Daş sərtdir, qaya sərtdir. Olacaqsın daş. Bir daş parçası olacaqsın. Allah istəmirsən daş parçası olasın. Allah Teala deyir ki, səni istəyirəm ki, sənin ruhun duru olsun. Yumuşaq olsun, lətif olsun. Sən niyə özü sərt edirsən? Sərtləşməyinin səbəbi dünyanın məhəbbətinin qəlbə hakim olmasıdır. İnsanın aşırı bağlantısıdır. Deyirəm, dünənləri dostlarımızın biri ilə söhbət edirdim. Baxın, burada deyir, gəlib, xəbərim yox. Kərbəlayı Hörmüzlə danışırdı otaqda. Bağlantılardan söhbət etdik. Misal üçün, 2 nəfərin təsəvvürlü dostlarımızın bir dənə sənin, bir dənə dostluğun maşını var. Biri gəlib, indi uşaqdır, gəlib ona bir dənə cızıq verir maşına da. Deydi, sürt. Ya bir maşın gəldi, ona sürtdü. Adam var ki, düşür, deyir, olub da. Adam da niyə başlayır nalayıqı sözlər deməyə, dilinə hətta söyüşdə getirir, qışqırır, bağırır, dəmir sürtür bir-birinə. Niyə bu cür narahatçılıq səndə qopdu? Bəs bunun barəsi düşünmürsən ki, niyə belə narahat oldun? Maddədir də dəmirdir, ustaya geçəcək, düzələcək. Cızıqdır, maddələr var ki, indi qəşən çıxıb, vurursun, cızığı da götürür. Nə olmuşdu ki, bəyəm? Allah bəndəsini təhqir etmək olar, bir-birinin qəlbini sındırmaq olar. Bu nədən irəli gəlir? Bağlantı güclüdür. Dünya məhəbbətini insan qəlbində yer alıb. Onun malına, onun canına nəsə balaca bir şey yer kimi ötüb geçsən də yer onun üçün bir bəlayı çevir, cəhənnəmə çevrilir onun üçün. Yata bilmir geçən, nə olur, hə? Xəbər yox diyor, məsələn. Belə oldu, maşınıma gəldi bir dənə uşaq daş atdı, uşaq deyirsən, ha? Uşaq daş atdı. Mənim sən uşaq olmamısan. Onun valideyni nəyə baxırdı, nəyə baxırdı? Qardaş, özünə qaydı. Sən uşaqdır, günahdır. Sən Allah Teala, səni Allah Teala oyatmaqdan ötürü bir dənə daşla oyadır, səni oyanmırsan. Daşı atır uşağın vasitəsilə maşınına ki, oyanasan ki, sən elə bildin Allah'a bağlısan, Allah səni özünə qaytarmazsın, sən dünyaya bağlısan. Ona görə çıxdın övsələdən. Ona görə çıxdın övsələdən. Deməli, dünya məhəbbəti səndə aşırıdır. Həddidən çoxdur. Dünya məhəbbətinə bel bağlayan insanların mənəvi məsələlərində görərsən də egoist yanaşması var. Egoist. Məsələn, bir adam ki, dünya məhəbbətinin ardıyla ona nəsə bir şey baş verdikdə, onun evində, ailəsində nəsə baş verdikdə rahatlıq tapmır. Amma görürsən ki, xəbərlər eşidir ki, bir günün içərisində, yarım gün içərisində Fələstin körpələrindən 70'i şəhid olub, qətiyyən narahat olmur. Allah bilir də, tapşırıq Allah geçsin. Sən başqa şey də tapşırıydın da Allah'a.